Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində Bağdadı yaxud Ərəb İraqını ələ keçirmiş hökmdarların adlarını qeyd edirəm. Birinci növbədə burada biz Abbasilərin adını qeyd eləmirik, çünki onlar Bağdad şəhərinin əsasını salaraq ora köçürürlər paytaxtı. Bu başqa söhbətdir. Birinci Toğruldan danışırıq. 1055-ci ildə Bağdad ələ keçirilmişdir. Şəmsəddin Eldənizi nəyə görə yazmışam? Çünki o 1160-cı ildə böyük Atabəy titulunu qəbul edəndən sonra deyir İraq Səlcuq sultanlığını idarə edibdi. O məntiqlə götürmək olar. Hülakü xan 1258-ci ildə Bağdadı ələ keçirəndən sonra dövləti süquta uğradır, Bağdadı ələ keçirilmiş sayılır. Şeyx Həsən məsələn 1340-cı ildə Bağdadda yeni dövlətin əsasını qoyub, bu da Bağdadı ələ keçirilmiş sayıla bilər. Əmir Teymur var, bu yaddan çıxır. Məsələn 1392-ci ildə Azərbaycanın ikinci yürüş zamanı, sonra gedib Gürcüstana, sonra da Bağdada hücum edir. Bağdadı tutmuş sayıla bilər. Qara Yusif orada deyir Ərəb İraqını dövləti yaradandan sonra ələ keçirilmişdir. Bağdad da içərisində olduğu üçün onu götürmək olar. Birinci İsmail, o da məsələn Almabulağı döyüşündən sonra Ərəb İraqını ələ keçirilmişdi. Onu da Bağdadı götürmüş, ələ keçirilmiş kimi saymaq olar, oxşarlıq götürmək olar. Birinci Süleyman 1534-cü ildə Bağdad şəhəri daxil olmaqla Ərəb İraqını ələ keçirilmişdi. Birinci Abbas 1522-23-cü illə 1622-23-cü il yürüş zamanı Bağdadı ələ keçirilmişdi. Bir də 4-cü Muradın adını yazmışam, o da 1638-ci ildə Bağdadı ələ keçirilmişdi. Sizin bəlkə əlavəniz var bu siyahıya, rəylərdə qeyd etməyi unutmayın.